Bəzən xəstələrdə elə fikir formalaşır ki, kolposkopiya müayinəsi hər kəsə edilməlidir və bəzi hallarda biz heç bir skrininq müayinə olmadan xəstələrin kolposkopiya müayinəsi edilməsi ilə rastlaşırıq. Mən isə bu videoda biz nəyə görə kolposkopiya müayinəsini hər kəsə etməməliyik, bunu qısaca izah etməyə çalışacağam. Biz həkimlər müayinə və müalicələrimizi müəyyən protokollara əsaslanaraq həyata keçiririk. Amerika Kolposkopiya və Servikal Patologiyalar Dərnəyinin protokoluna əsasən kolposkopiya müayinəsi yalnız aşağıdakı hallarda icra edilməlidir. Birinci, HPV-nin yüksək riskli serotiplərindən olan HPV 16 və 18 pozitivdirsə, çünki bu viruslar uşaqlıq boynu xərçənginin yaranmasında bilavasitə rola malikdirlər. İkinci, əgər pap smear testində hər hansı anormallıq varsa. Üçüncü, cinsi əlaqə sonrası qanaxma baş verirsə və yaxud da uşaqlıq boynunda və yaxud vaginada hər hansı bir anormallıq varsa, bu zaman kolposkopiya müayinəsi edilməlidir. Gərəksiz yerə hər xəstəyə edilən kolposkopiya müayinəsinin dövlət xəstəxanasında həyata keçirilirsə sığorta sisteminə, özəl xəstəxanada həyata keçirilirsə, xəstənin cibinə verdiyi zərərdən başqa heç bir faydası yoxdur.